Real TV-də zəhmətkeşlərin verilişinə baxırsınız. Fermerin real dostu başladı. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Əsas mövzuya keçməzdən əvvəl aqro xəbərləri izləyək. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Tərtər və Bərdə rayonlarında yerləşən intensiv bağçılıq və heyvandarlıq məhsullarının fəaliyyəti ilə tanış olub. Səfər çərçivəsində nazir əvvəlcə bağçılıq və əkinçiliyi ilə məşğul olan Aqropat MMC-nin Tərtər rayonunun Kəngərli kəndi və Suqovuşan qəsəbəsində yerləşən təsərrüfatlarına baş çəkib. Məlumat verilib ki, şirkət 236 hektarda intensiv bağçılıq fəaliyyəti ilə məşğul olur və əsas məqsəd yüksək keyfiyyətli gilas, şaftalı nektarin, ərik və xurma istehsal etmək və istehsal olunmuş məhsulları həm daxili, həm də xarici bazarlara ixrac etməkdir. Nazir Məcnun Məmmədov günəbaxan yağı və tum istehsalı müəssisələrinin fəaliyyəti ilə də tanış olub. Müəssisələrdə keçirilmiş görüşlərdə keyfiyyətli məhsul istehsalı, ixrac imkanlarının artırılması, ixracın diversifikasiyası istiqamətində atılacaq addımlar və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq imkanları, bu sahədə kadr potensialının gücləndirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub. Daha sonra Nazir Məcnun Məmmədov Aydın Aqro MMC-nin Bərdə rayonunda yerləşən heyvandarlıq kompleksi ilə tanış olub. Bildirilib ki, südlük istiqaməti üzrə ixtisaslaşmış kompleksdə 1300 baş Holstein Fris cinsli heyvanlar saxlanılır. Kompleksdə ildə 6570 ton yüksək keyfiyyətli süd istehsal olunur. 4 tövlə, qaraj, silos quyusu, ambar və əlavə yardımçı binaların mövcud olduğu heyvandarlıq kompleksi tam avtomatlaşdırılmış sağım sistemləri, heyvanların sağlamlığını izləyən sensor texnologiyaları və yem istehsal avadanlıqları ilə təchiz olunub. Görüşdə şirkətin gələcək planları, genişlənmə imkanları və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanda meyvə bağları və giləmeyvə əkinlərinin dövlət dəstəkli sığortalanması prosesi davam edir. Artıq ölkə üzrə çiyələk əkinlərinin aqrar sığortasına başlanılıb. Ölkəmizdə çiyələk plantasiyalarının sahəsi ildən ilə artır. 2023-cü ildə 313 hektar, 2024-cü ildə isə 221 hektar yeni çiyələk bağı salınıb. Hazırda Azərbaycanda 4256 hektar sahədə çiyələk və digər giləmeyvə növləri əkilib. Bu əkinlərin 4000 hektarı artıq bara düşüb. Çiyələk ən çox Cəlilabad, Lənkəran, Masallı, Şəmki rayonları ərazisində əkilir. Çiyələk plantasiyalarında illik orta məhsuldarlıq 10 ton hektara yaxın təşkil edir. Cəlilabad rayonu üzrə ötən il rekord səviyyədə 32 ton hektar orta məhsuldarlıq qeydə alınıb. Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çiyələk əkinlərini çoxsaylı risklərdən, doludan keyfiyyət itkisi, fırtına qasırğa, sel su basma, üçüncü şəxslərin hərəkəti, vəhşi heyvanların hücumu və sair hadisələrdən sığortalayır. Verilişimiz davam edir. Fermerin real dostuna baxırsınız. Əziz və hörmətli tamaşaçılar və dəyərli zəhmətkeş fermerlər. Və bugün də sizin üçün maraqlı bir neçə məsələyə toxunacağıq. Verilişin əvvəlində onu qeyd edeyim ki, Kənd Təsərrüfatı Nazirliyi olaraq müxtəlif beynəlxalq təşkilatlarla, qurumlarla əməkdaşlıqlar həyata keçirilir və bu mənada Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin rolunu və yerini xüsusi vurğulamaq lazımdır. Bugünkü verilişimizdə məhz bu layihələrdən bəhs edəcəyik, danışacağıq və qonağım var. Qonağım Aqrar Kredit və İnkişaf Agentliyinin, yəni AKİA'nın sədr müavini Leyla Cabbarlı Mitovadır. Leyla xanım, mən sizi salamlayıram, fermerlərin görüşünə xoş gəlmişsiniz. Təşəkkür edirəm, mən də sizi və əziz fermerlərimizi salamlayıram. Leyla xanım, istəyərdim elə təmsil etdiyiniz qurumun və bütövlükdə Kənd Təsərrüfatı Nazirliyinin hansı beynəlxalq layihələrdə iştirakı var, nə kimi əməkdaşlıqlar mövcuddur və yaxud da olub müəyyən layihələr. Bax, bununla bağlı ətraflı sizdən eşidək. Təşəkkür edirəm. Məlumunuzdur ki, Aqrar Kredit və İnkişaf Agentliyi bu günləri fermerlərimizə yalnız dövlət dəstək mexanizmlərini təqdim etmir. Eyni zamanda müxtəlif layihələrin icrasını təmin edir. Uzun müddətdir ki, AKİA
fermerlərimizin ehtiyaclarını qarşılamaq üçün, həmçinin də beynəlxalq ən uğurlu təcrübələri öyrənib Azərbaycana gətirmək məqsədi ilə beynəlxalq təşkilatlarla proqramlar və layihələr üzərində birgə işləyir, əməkdaşlıq edir. Daima çalışdığımız tərəfdaşlarımız var. Onlardan biri FAO təşkilatıdır və ümumiyyətlə nəyə kimi FAO bununla yanaşı Komsek, AIBA və adlarını sadala biləcəyim bir çox beynəlxalq təşkilatlarla biz uzun illərdir qısa, orta və uzun müddətli layihələr icra edirik. Layihələrimizin müddətləri və pilot əraziləri müxtəlifdir. Bu layihələr çərçivəsində çox uğurlu nəticələr əldə etmişik. Çox sevindirici haldır ki, layihələrdə iştirak etmiş fermerlər daha sonra kooperativ olaraq fəaliyyətlərini davam etdirmişdilər. Bəzi kooperativlərimiz hətta onlar işğal edilmiş ərazilərimiz azad olunduqdan sonra həmin ərazilərdə öz istehsallarını, mağazalarını açmışdılar. Çalışırıq ki, bir sıra layihələr çərçivəsində biz araşdırmalar edirik. Bir misal deyim, bu yaxınlarda FAO ilə birgə Naxçıvan və Qarabağ ərazilərində özəlliklə qadınların və gənclərin, inklusiv qrupların məşğulluğunun öyrənilməsi üçün onların hansı potensialları var, bu sahədə gələcəkdə digər donorlar hansı layihələr edə bilərlər, bu istiqamətdə çox uğurlu bir araşdırma etmişdik və bu araşdırmanın nəticələrini də tezliklə təqdim edəcəyik. Yəni, layihələr və proqramlarla bağlı biz mütəmadi olaraq çalışırıq ki, fermerlərimizin yaxından dinləyək, onların ehtiyaclarını öyrənək, dünyadakı trendləri izləyib Azərbaycana gətirək. Yəqin ki, bu, belə deyək də, layihələrin əhatə dairəsi müxtəlif gəncləri, xanımları, qadın fermerləri də əhatə edir. Yəni, bu layihələr həm də ictimaiyyətimizdə kifayət qədər məşhur olan, tanınmış layihələr də var. Onların arasında amalın adını biz çəkə bilərik, düzdürmü? Bəli, tamamilə doğru qeyd edirsiniz. Ümumiyyətlə, bu şadam ki, verilişinizdə artıq ikinci dəfə iştirak edirəm. Bilirsiniz ki, daha öncə sizin verilişinizdə iştirak edərkən COP29-da Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti, harmoniya təşəbbüsü barədə biz sizinlə müzakirə etmişdik və doğru qeyd elədiniz. Biz COP29-dan öncə belə xanımlarımızın, aqrar sahədə qadınların iqtisadi cəhətdən gücləndirilməsi, gənclərimizin rolunun artırılması üçün müxtəlif beynəlxalq təşkilatlarla uğurlu layihələr icra etmişdir. Bu istiqamətdə hətta AKİA ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyinin bir sıra digər qurumları hal-hazırda ATT uğurlu layihələr icra etməyə davam edir. Ancaq digər önəmli məqam budur ki, COP29 zamanı biz yalnız Azərbaycan səviyyəsində deyil, eyni zamanda COP29-da iştirak edən digər ölkələrin nümayəndələrinə ilk dəfə olaraq harmoniya təşəbbüsü çərçivəsində iqlimə dayanıqlı, davamlı kənd təsərrüfatı təcrübələrinin öyrənilməsi, tətbiqi üçün gəlin fermerlərə dəstək olan, özəlliklə gənclər və qadınlara kömək edin deyə bir çağırış etmişdik. Ona görə əlbəttə ki, fermerlərimiz, özəlliklə xanımlar, gənclər bizim üçün daima əhəmiyyətlidirlər, diqqət mərkəzindədirlər və biz mütəmadi olaraq onlar üçün texniki avadanlıqlar təmin edə biləcəyimiz layihələr, araşdırmalar, təlimlər təşkil edirik. Mənim yadımdadır mətbuatdan, mən bilirəm ki, gənclər də xatırlayırlar həmin yarışmanı, Agromen adlanırdı, düzdür Leyla xanım? Doğrudur. Bəlkə də Agromenin qalibləri də bizə baxırlar indi. Səhv eləmirəmsə Bərdə rayonundan bir fermerimiz qalib gəlmişdi. Orada bəlli bir miqdarda, yəni maliyyə dəstəyi çərçivəsində həmin fermerə süd avadanlıqları səhv eləmirəmsə verilmişdi. Yəni, həqiqətən də bu addımlar və bu layihələr görünür və fəaliyyətiniz alqışlanır. Sözünüzə qüvvət, Agromenini vurğuladınız. Buna görə mən biraz FAO-la əməkdaşlığımız barədə sizə və izləyicilərinizə məlumat vermək istəyirəm. Uzun illərdir ki, Azərbaycan FAO ilə yaxından çalışır və müxtəlif kənd təsərrüfatı ilə bağlı layihələr icra edirlər. Qida və kənd təsərrüfatı məsələlərini əhatə edən bir çox uğurlu layihələr biz tamamlamışıq. Hal-hazırda üzərində işlədiyimiz layihələr var və Agromen amal layihəsinin komponentlərindən biri idi. Bununla yanaşı biz həmçinin də süd məhsullarının istehsalı üçün modul tipli istehsal müəssisələrinin qurulması, təminatını sahəsində xüsusi bir yarışımız olmuşdu. Bu yarışda da Zaqataladan, Balakəndən, Beyləqandan iştirak edən fermerlərimiz var idi. Eyni zamanda Ağdamdan adını qeyd elədiniz gənclər də. Ağdam, mən Bərdənin. Bəli, Ağdamdan adını qeyd elədiniz ki, bəli, gənclər iştirak etmişdilər. Tədbir barədə biz danışacağıq. Çox şadıq ki, bu tədbirdə vaxtilə Agromen yarışında yeni
yeni başlayan fermer, startap olaraq iştirak edən şəxslər artıq kooperativ rəhbərləri olaraq bizim bu yaxın zamanda təşkil edəcəyimiz tədbirdə iştirak edəcəklər. Yəni bizi hər zaman sevindirən odur ki, layihə yalnız icra etdiyi müddət zamanı uğurlu deyil. Həmçinin də layihə bitdikdən sonra biz onun nəticələrini, bəli, bizim fermerlərimizin, bəzi fermerlərimiz artıq yeni başlayan layihələrimizdə iştirak edən fermerlərə hətta mentorluq belə edə bilirlər. Biz onları mentor, təlimçi olaraq cəlb etməyə çalışırıq. Çünki onlar bir uğur nümunəsidir və inanırıq ki, bu nəinki Azərbaycan üçün, həmçinin də bizim digər qonşu region ölkələr üçün də faydalı bir nümunədir. Zaten biz Azərbaycanda icra etdiyimiz hər bir layihələri lokal deyil, eyni zamanda daha beynəlxalq etmək naminə mütəmadi olaraq FAO-la birgə, FAO-nun təşkil elədiyi beynəlxalq regional forumlarda, seminarlarda təbliğ edirik. Bu barədə məlumatlar təqdim edirik. Bu günlərə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq səviyyədə təqdim edə biləcəyi çox uğurlu işləri var. Onlardan biri ECDIS-dir. Bilirsiniz, biz artıq nazirlik olaraq süni intellektin tətbiqinə layihəsinə başlamışıq. Bundan əlavə olaraq inklüzivlik, qadınlar və gənclərə hədəfli layihələrimiz, aqrar dövlət dəstək mexanizmlərlə bağlı olan fəaliyyətlərimiz daima nümunə olaraq bir çox beynəlxalq qurumlara, təşkilatlara təqdim edə biləcəyimiz işlərdir. Və bu işdə də bizə bəli, FAO Azərbaycan ofisi hər zaman yaxın kömək edir, dəstəkləyir. Biz mütəmadi olaraq onların təşkil edildiyi müxtəlif təlimlərdə, daha doğrusu tədbirlərdə bu nümunələri təqdim edirik. Ekranda da bu tədbirlərdən bəzi görüntülər vardır. Bəli. Mütəmadi olaraq icra etdiyimiz işləri çalışırıq ki, Azərbaycandan kənar digər qonşu, qardaş ölkələrə də təqdim edək. Bir də onu qeyd edək ki, biz FAO çərçivəsində, qardaş demişkən, Türkiyə və Özbəkistan kimi qardaş ölkələrlə də regional layihələr edir. Yəni etdiyimiz layihələr yalnız FAO, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi arasında olmur. Bəzi layihələr hətta regional layihələrdir. Çox tərəfli məsələn, bəli, ərzaq israfı itkisinə qarşı bizim bir uğurlu layihəmiz olmuşdu. Hal-hazırda deməli pestisidlərlə bağlı bir regional layihəmiz vardır. Vacib olan çox önəmli bir tədbirlə bağlı, hansı ki o tədbiri artıq 4-cü dəfədir keçirdəcəksiniz. Yəni Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, həmçinin FAO bərabər bu layihə ilə bağlı danışacağıq. Amma çox istəyərdim ki, bir balaca bu COP29 ilə bağlı mövzuda dayanaq Leyla xanım icazənizlə. Çünki biz bilirik ki, COP29 dövründə ötən il ölkəmiz həqiqətən də bu mötəbər və çox önəmli beynəlxalq tədbirə ev sahibliyi etdi və o tədbirlərdə sizin şəxsinizdə həmçinin Aqrar Kredit və İnkişaf Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxslərinin iştirakı çox aktiv şəkildə bu iştirak baş verdi. COP-dan sonraki dönəmlərdə, hal-hazırki işlərdə, layihələrdə, icra olunan bu layihələrdə bu xətti hansı formada davam etdirirsiniz və gələcək yaxın perspektivdə nə kimi gözləntilər var? İstəyərdim ki, bu haqda bir neçə cümlə. Sualınız üçün təşəkkür edirəm. COP29-dan sonra işlərimiz həqiqətən çoxdur. Müxtəlif biz birgə əməkdaşlıqlar edirik. Müxtəlif platformalardan yararlanaraq harmoniyanın fəlsəfəsini fermerlərimizə və digər maraqlı tərəflərə çatdırmağa çalışırıq. Və onu da qeyd edək ki, bu tədbirdən sonra FAS tərəfdaşlıq proqramı çərçivəsində harmoniyanın da əməkdaşlığı, yəni COP-dan COP-a əməkdaşlıq qərarı verilmişdir. Məlumunuzdur ki, FAS tərəfdaşlıq proqramı COP27 zamanı elan edilmişdir və Azərbaycan ötən illəri bu tərəfdaşlıq proqramının həmsədri seçilmişdir. Bir əlaqələndirici şəxs olaraq biz daima çalışırıq ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və bizim sektorumuzda aktiv fəaliyyət göstərən bir çox şəxslər, təşkilatlar harmoniya FAS-la bağlı təşkil edilən iclaslarda iştirak edib görülən işlər barədə məlumat versinlər. Hal-hazırda bizim nazirliyin onsuz da iqlimə davamlı kənd təsərrüfatlarının təcrübəsindən bağlı, təcrübəsinin fermerlər tərəfindən rahatlıqla mənimsənilməsi üçün bir çox tədbirlər, dəstək və təşviq mexanizmləri hal-hazırda təklif edilir. Bilirsiniz ki, bizim son illərdə özəlliklə
üzərində işlədiyimiz və daima fermerlərimizin ehtiyacına uyğunlaşdırdığımız subsidiyalarımız, kreditlərimiz, güzəştlərimiz var. Çalışırıq ki, bu maliyyə alətlərimiz, dəstək alətlərimiz daha yaşıl olsun. Biz bu yaxınlarda FAO ilə birgə yeni bir layihə başladıq. Bu layihə çərçivəsində ilkin olaraq Azərbaycanda uğurlu olduğu təqdirdə digər ölkələrdə ənənəvi və yaşıl kənd təsərrüfatı təcrübələrini sahələrində tətbiq edən fermerlər arasında fərqi müəyyən edən meyarlar, alətlərin formalaşdırılması üzərində işləyirik. Yəni bu məqsəd, bunu etməkdən məqsədimiz də ibarətdir. Bunu etməkdən məqsədimiz odur ki, biz daima kənd təsərrüfatı daha çox iqlimə davamlı olmalıdır və dayanıqlı olmalıdır deyə çağırışlar edirik. Bəs bu çağırışları dinləyib öz sahələrində bunu tətbiq edən fermerlərimiz, ənənəvi fermerlərimizdən necə fərqləndirib mükafatlandıra bilirik? Onu öyrənmək üçün, yəni bunu anlamaq üçün biz bu layihəni icra edirik. Yəni hal-hazırda fermerlərə dövlət dəstək mexanizmlərini təklif edərkən demək olar ki, yanaşmamız vahiddir. Ancaq bu texniki tərəfdaşlıq layihə bitdikdən sonra, hansı ki, ECTIS-in alt bir modulu olacaqdır, bu layihə nəticəsi bizə gələcəkdə yaşıl kənd təsərrüfatı təcrübələrini tətbiq edən fermerlərə bir fərqli dəstəklər, subsidiyalar, kreditlər, güzəştlər, təlimlər və digər onların ehtiyacına uyğun olan, lazım olan yardımları formalaşdırıb təqdim etməyə kömək edəcəkdir. Yəni bu dediyiniz istiqaməti öz sahəsində tətbiq edən fermerlər və belə deyək də kənd təsərrüfatı subyektləri daha çox dövlət dəstəyi alacaqlar da. Bəli, tamamilə doğrudur. Aqrar Kredit və İnkişaf Agentliyi müasir suvarma avadanlıqlarını alıb öz sahələrində tətbiq edən fermerlərə güzəştlər təqdim edir. Bununla bağlı bizim müxtəlif güzəşt, kredit məhsullarımız vardır. Ancaq həmin o fermerlər, hansılar ki, innovativliyə meyillidir, müasirlik gətirirlər və çalışırlar ki, torpaq, su və digər resursları daha səmərəli istifadə edib, daha məhsuldar nəticə əldə etsinlər. Bu fermerləri biz necə qiymətləndirə bilərik? Bizim layihəmizin əsas sualı budur və layihəmiz uğurlu bitərsə ümid edirik ki, FAO ilə Kənd Təsərrüfatı Nazirliyi yeni bir uğurlu nümunəsi olacaqdır, ərsəyə gətirəcəkdir və biz bu uğurlu nümunəmizi, nəticəmizi digər ölkələrlə paylaşıb məlumatı onlarla bölüşə biləcəyik. Elə əslində harmoniyanın məqsədlərindən biri də, əsas hətta birincisi sinerji qurmaqdır. Uğurlu nəticələri, çətinlikləri paylaşa biləcəyimiz, bir çox təşəbbüslər, layihələri paylaşa biləcəyimiz platformaları yaradıb. Bu həmin platformalarda daimi bilik, təcrübə, ola bilər uğurlu, uğursuz təcrübələrin mübadilə edilməsindən ibarətdir. Biz də yəni çalışacağıq ki, bu istiqamətdə səmərəli fəaliyyətimizi davam etdirək. Çox gözəl. Leyla xanım, uğurlu fəaliyyət nümunələrindən biri də Kənd Təsərrüfatı Nazirliyi, AKİA və FAO-nun birgə uğurlu belə deyək də fəaliyyətinin nəticəsi olaraq ən maraqlı və ən yadda qalan ildə bir dəfə qeyd olunan tədbirlərdən biri də söz yox ki, Agrobiznesin İnkişaf Forumudur. Bizim daimi tamaşaçılarımız, fermerlərimiz, sahibkarlarımız, maliyyə sektorunda olan qurumlar, belə deyək də, xüsusən də banklar, bank olmayan kredit təşkilatları, daimi tamaşaçılarımız bu tədbirlə bağlı, bu ümumiyyətlə forumla bağlı məlumatlıdırlar. Biz mütəmadi olaraq bununla bağlı verilişlərimizdə danışmışıq. İstərdim ki, 4-cü dəfə çox yaxında, hətta may ayının 2-sində baş tutacaq. İstərdim ki, bununla bağlı sizdən eşidək. Əvvəlki forumlardan nə ilə fərqlənəcək? Bu dəfə hansı yeniliklər edəcəksiniz? Təşəkkür edirəm. Bəli, ənənəvi olaraq Aqrar Kredit və İnkişaf Agentliyi hər il aqrar biznesin inkişafı forumunu təşkil edir. Bu forumda biz çalışırıq ki, ənənəvi olaraq hər il təşkil edilsə də, hər forumda qeyri-ənənəvi maraqlı təşəbbüslər sərgiləməyə çalışırıq. 4-cü aqrar biznesin inkişafı forumunun təşkilində bizə FAO, Azərbaycan ofisi dəstək göstərir. Biz FAO ilə birgə 2 may 2025-ci il tarixində bu tədbiri birgə təşkil edəcəyik. Çalışırıq ki, tədbirdə daha fərqli yanaşmalar edək. Keçən illər bilirsiniz, bu tədbir Qubada təşkil edilmişdi. Bu illər Bakıda. Yeri gəlmişkən biz kadrları görürük. Bəli, amma müxtəlif formatda təşkil ediləcəkdir. Tədbirimizin birinci hissəsində yüksək səviyyəli spikerlər
fermerlərdən iştirakı ilə xüsusi bir panel olacaqdır. Bu paneldə məqsəd nədir? Məqsəd yalnız Akia Kənd Təsərrüfat Nazirliyi deyil, eyni zamanda aqrar sahənin inkişafında birbaşa və dolaylı rolu olan dövlət qurumlarının rəhbərləri, üst səviyyədəki təmsilçilərinin son bir il ərzində, yəni 3-cü aqrar forumdan 4-cü aqrar foruma qədər olan dönəmdə aqrar sahədə, aqrar biznesinin inkişafı üçün onların qurumların etdikləri işləri təqdim etməkdir. İkinci maraqlı və fərqli bu illər digər forumlardan fərqli yanaşmamız dəyirmi masalarının təşkilidir. Biz nahardan sonra 2 dəyirmi masa təşkil edirik. Birinci dəyirmi masada əsas mövzumuz dövlət dəstək mexanizmləri, subsidiya xaric, güzəştlər, kreditlər və digər alətlərin bizim fermerlərimiz üçün əhəmiyyəti, hal-hazırda hansı Akia alətlər təqdim edir, Akiadan başqa ümumiyyətlə banklar və digər maliyyə təşkilatları bu sayədə fermerlərimizlə hansı əməkdaşlıq edirlər, onların bu illəri son bir il dönəmdə yaşadıqları çətinliklər və gələcəkdə təqdim etmək istədiyi layihələr hansılardır, bunları səsləndirəcək. Hər bir dəyirmi masanın sonunda təxminən 20-25 dəqiqə ayrıca açıq mikrofon hissəsi təmin ediləcəkdir. Fermerlər orada olacaq. Və bəli, burada məni maraqlandıran əsas fermerin real dostu olaraq vacib sual. Biz forumu əsas təşkil etməkdə məqsədimiz aqrar biznes dünyasının nümayəndələri, bu maliyyə təşkilatlarıdır, beynəlxalq təşkilatlar, dövlət qurumları və fermerlərin bir araya gətirməkdir. Bu platforma vasitəsilə biz onların arasında kommunikasiya qururuq və eyni zamanda əlbəttə ki, bu tədbirin əsas tərkib hissəsi fermerlərin iştirakidir. Fermerlər dedikdə böyük fermerlərimiz, assosiasiyalar, kooperativlər aktiv bu tədbirdə iştirak edəcəklərinə inanırıq. Hər birini dəvət etmişik və inanırıq ki, bu dəyirmi masalarında, birinci dəyirmi masada dediyim kimi dövlət dəstək mexanizmləri, subsidiya xaric bu alətləri müzakirə edəcəklər. Onlar öz ehtiyaclarını, təcrübələrini səsləndirəcəklər və ikinci dəyirmi masada isə biz artıq son bir ildə subsidiya şurasının yeni qərarları, ümumiyyətlə bizim agentliyin təqdim etdiyi subsidiyalar barədə ətraflı məlumat alıb və daha sonra yenə təkrar fermerlərimiz, assosiasiyalar, kooperativlərin nümayəndələrinin fikirlərini alıb, onları diqqətlə dinləyib, ümid edirik 5-ci aqrar biznesin inkişaf forumunda onların səsləndirdiyi fikirlər əsasında yeni ideyalarla, yeni məhsullarla, dəstəklərlə geriyə dönmüş olacaq. Təşəkkür edirəm. Mən təşəkkür edirəm Leyla xanım. Ətraflı və maraqlı təqdimat üçün və məlumatlar üçün mənim özüm üçün də maraqlıdır. İnanıram ki, əminəm ki, tamaşaçılar və xüsusən də fermerlərimiz bir çox məsələlərdən hali oldular, xəbərdar oldular. Sizə və Aqrar Kredit və İnkişaf Agentliyinin bütün komandasına həm işlərinizdə, həm də 4-cü Aqrobiznes İnkişaf Forumunda uğurlar arzulayıram. Çox sağ olun ki, gəldiniz. Çox sağ olun, minnətdaram, sağ olun. Təşəkkür edirəm. Qeyd edeyim ki, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı Mitova mənim qonağım idi, sizin qonağınız idi. Hər həftə biz bura fermerin real dostuna məhz sizi maraqlandıran və sizin üçün vacib olan mövzulardan danışmaq üçün qonaqlar dəvət edirik. Çalışırıq ki, vacib olan kənd təsərrüfatında xəbərlərdən də xəbəriniz olsun. Gələn həftə də bizi izləyin ki, fermerin real dostundan nələrin olacağından xəbəriniz olsun. Hələlik.